İyulun 3-də 6-cı yüksəliş müsabiqəsinin yarımfinal mərhələsi keçirilib. Mən də oradan çox qürur duyuram sizlə. Yarımfinal mərhələsində 331 namizəd iştirak hüququ qazanıb. Bu mərhələdə iştirakçılar real iş mühitinə uyğun hazırlanmış situasiyalar və кейs tapşırıqları əsasında öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Statistikada ən böyük yaş qrupu 57%, 21-30 yaş aralığında olanlardır. Bu görünür ki, təhsil proqramını yeni qutaranlar üçün bizim verdiyimiz tapşırıqlar daha asan gəlir. Amma yenə də 31-40 yaş olanlar da onlar ikinci qrupan təşkil edir. Təəssüf ki, 41 yaşından yuxarılar cəmi 2%, 7 nəfərdir. O 7 nəfərə mən uğurlar arzu edirəm. Düşünürəm, onlar öz təcrübəsi ilə yarım finalda özlərini sübut edəcəklər. Məhz buna görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində insan kapitalının inkişafı xüsusi yer tutur. Təhsilə, gənclərə, peşəkar idarəçiliyə, müasir dövlət institutlarının formalaşdırılmasına göstərilən ardıcıl diqqət Azərbaycanın uzun müddətli inkişaf strategiyasının ayrılmaz hissəsidir. Bugün ölkəmizin ən böyük ehtiyacı peşəkar, məsuliyyətli və təşəbbüskar kadrlardır. Mən qürur hissi ilə deyə bilərəm ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında həyata keçirilən layihələrin böyük hissəsi sizin kimi gənc, savadlı və vətəni sevən mütəxəssislər çalışır. İnanıram ki, yaxın gələcəkdə bu zalda əyləşən bir çox iştirakçılar da gələcəkdə Qarabağın inkişafına öz töhfəsini verəcəklər. 3 gün davam edəcək yarımfinal mərhələsi iyulun 5-də başa çatacaq. Bu mərhələni uğurla tamamlayan iştirakçılar 17-19 iyul tarixlərində keçiriləcək final mərhələsində iştirak etmə hüququ qazanacaqlar. Xatırladaq ki, yüksəliş müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən bir illik fərdi inkişaf planı və özünü inkişaf üçün 20.000 manat məbləğində pul mükafatı əldə edirlər. Fayda ilə çox məşğuliyyət var idi və bu sayədə artıq böyük bir